Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün dekabr ayının 5-i, həftənin cümə günü, 2025-ci ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Qaradağ rayonunda yaşayış binasında güclü yanğın olub. News 365 sayti Fövqəladə Hallar Nazirliyinə isnadən xəbər verir ki, yanğın Lökbatan qəsəbəsində qeydə alınıb. Demək, Nazirliyin 112 qaynar telefon xəttinə Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olunub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın söndürənlər tərəfindən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Çox təəssüf ki, yanğın zamanı 4 nəfər həyatını itirib və onlardan ikisi azyaşlıdır və onlar tüstüdən boğularaq ölüblər. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində araşdırma aparılır. Allah rəhmət eləsin.